dünya çox təəccüb, heyrət doğuran bir yerdir. Allah insanın axırın, aqibətin xeyr eləsin. Bu İbn-i Mülcəm-i Muradi əvvəli Quran oxuyan olub. Hətta tarixdə var, Kumeyl ibn Ziyad-ı Nəxəi ilə bir gün Əmirül-Müminin Əli əleyhissalam bir yerdən keçəndə gördü səhfə durublar, sıraya dayanıblar. Biri Quran oxuyur, hamı onun səsinə yığışıb. Kumeyl ibn Ziyad-ı Nəxəi imamın sirdaşlarından idi. Dedi, ya Əmirəl-Müminin, ya Seyyidi, ya imami, ay mənim ağam, ay mənim imamım, bu necə gözəl Quran oxuyur? Dedi, Quranı gözəl oxuyur, amma kaş aqibəti də gözəl olaydı, kaş sonu da gözəl olaydı. Yəni bir zaman onun avazına sıraya səhfə düzüləndər, amma sonda gəldi imam qatili oldu. Bilirsinizmi? Bir xanıma aşıq olmuşdu Qutam adında. İmam Əli əleyhissalam döyüşlərdə onun atasını, qardaşlarını qətlə yetirmişdi. O da qisas almaq üçün bu nəfs insanın başına, Allah bu məkr zənəndən, bu qadın fitnəsindən amanda saxlasın. Bu Qutam gördü ki, bu buna çox aşıqdır. Mehriyyəsində bir neçə şey istədi. Onlardan da biri dedi, mən can istəyirəm, qan istəyirəm. Dedi, nə can, nə qan? Dedi, mən bir şərtlə səndən izdivac eləyərəm ki, sən əlini qətlə yetirəsən. Nəfs insanın başına nə oyun açarmış? Özü ibadətdə, itaətdə, amma ona qovuşması üçün dövrün imamının qətlinə razı oldu. Və o an idi ki, sübh çağı səmaya baxırdı, öz-özünə deyirdi, inna lillah və inna ileyhi raciun. Biz Allahdan gəlmişik, Allaha da qayıdacaq. Elə bilirəm ki, əmim oğlu Rəsulullah dediyi gecə elə bu gecədir. O ki, mənə illər öncə vəd vermişdi, xəbər vermişdi ki, mən elə bil sənin yanındayam, namaz qılanda sənlə bahəməm, bir namaz üstə zərbə vurarlar,